Her vaxtınız xeyir. Xoş gördük hər kəsi. Bu günləri noyabr ayının artıq 17-sidir. Mən 17 gündür ki, artıq bu acılığa davam edirəm. Şükür Allah, hər şey yolundadır, hər şey qaydasındadır, əhval-ruhiyyəm də gözəldir. Bu günləri çox işləmişəm. Yəni səhər tezdən də bizim işimiz tez başlayır. Demək olar saat 7-dən ayaqdayam. Hələ də evə gəlib çıxa bilməmişəm. Saat təxminən 3-ün yarısıdır, 3-ə qalıb. Günorta radələrində vaxt olanda 1-2 saat dincəlməyə gedirəm. Yatıram ki, həm o yuxu saatım qaydasına düşsün. Çünki gecə mənim işim gec qurtardığı üçün mən gəlib evə çatıram və yuxuya gedəndə ən azından saat 3 olur. Yəni 3-ü keçir hətta, amma saat 3 olur. Minimum, o da saat 7-də yuxudan durduğun zaman 4 saat eləyir. 4 saat da azdır. Yəni bioloji vaxt ən azından 7-8 saatdır. Yəni normal 8 saat, minimum isə 7 saatdır. Yəni mən onu işimlə əlaqədar olaraq məcburi bölüşdürürəm və ona görə də günorta yatmaq tələb olunur mənə ki, mən orqanizmi ondan sonra da rahat şəkildə idarə edim və yuxu özü-özlüyündə əzizlərim, yuxu çox vacib bir şeydir. Mən indi bəzi şeyləri danışacağım bu barədə ki, yəni biləsiz bizim yatdığımız zaman nələr baş verir orqanizmdə və bu niyə belə olur? Deməli, bizim bu proses hansı ki, bu aclıq davam eləyir, həmin bu aclıq özü-özlüyündə çox yüksək bir nəticə verən, çox yüksək sağlamlıq atmosferası, təbiəti yaradan bir prosesdir orqanizmdə. Bu özü-özlüyündə. Amma burada bunlardan əlavə bizim yuxu məsələmiz var. Yəni bizim yuxumuz adi həyat normasında baxanda düzgün qidalanmadığımız üçün yuxumuzun vəziyyəti dəyişir. Yəni biz normal yuxu yata bilmirik, normal yuxuya gedə bilmirik və normal yuxu yata bilmədiyimiz üçün biz dərin yuxu həddinə girə bilmirik və müəyyən hormonlar var ki, həmin o dərin yuxu həddinə girdiyin zaman ifraz olunur. Onları biz əgər normal yuxuda yatıb o dərin yuxuya girməsək ifraz edə bilmirik. Bu normal, sadə, sıravi insanlar üçün olan məsələdir. Amma məsəl üçün bu mən dedim hormonlar ki, hansılar ki vacib lazımdır orqanizmə onun ifrazı. Onu biz məsəl üçün məşq vaxtları kompensasiya edirik. Çünki məşq vaxtı həmin o hormon, bərpa hormonun ifrazat faizi 80-90%-ə qədər gəlib çatır. Normal hallarda 40-50% formasında hardasa ifraz olunur, amma düzgün qidalanmayan insanlar da, vaxtından gec qida qəbul edənlər və dolu qarından yatan insanlarda bu ümumiyyətlə ifraz ola bilmir. Yəni qida onu sadəcə bloklayır. Qida blokladığına görə də müəyyən məsəl üçün stresslər olduğu zaman, əsəb olduğu zaman, bir şey məsəl üçün həyəcan keçirdiyin zaman həmən kortizol hormonu ifraz olunur. Kortizol hormonu dağıdıcı bir hormondur. Yəni o hormonun qarşısında dayanan, onu yəni orqanizm ondan müdafiə edən hormon bərpa hormonudur. O yəni və bu qalxana bənzər vəzdən gələn müəyyən hormonlardır. Onlar elə bir ki, komanda şəklində bu kortizolun verdiyi bütün zərərləri, bütün ziyanları, hücumunun qarşısına almaq imkanına qadirdirlər. Amma onların da ifrazı müəyyən faiz qədər olmalıdır ki, onlar onu tab gətirə bilsin və orqanizmə pis təsir göstərməsin. Yəni əzələ hüceyrələrini yeyib dağıtmasın, yəni xoş sağlam bakteriyaları, sağlam hüceyrələri məhv eləməsin. Yəni əgər məsəl üçün kimsə idmanla məşğul olursa, onun əzələsinin kütləsi böyük olur, o zülalların nəticəsində onu böyüdə bilir və kortizol həmin o zülanla qidalanma xüsusiyyəti var, belə bir şeydir.
o əzələnin hüceyrələrini belə yeyib dağıtma imkanı var. Onun da qarşısını almaq üçün yəni bu hormonlar ifraz olmalıdır orqanizmdə. Yəni kənardan gəlməli deyil. Bəzi insanlar məsələn məcburi yaraşıqların azalığına əlaqədar onu kənardan istifadə eləyir. Amma onun da o qədər də faydası olmur. Əsas yəni düzgün normal qidalanmaqdır, düzgün yatmaqdır ki, biz yatdığımız zaman, doğru yatdığımız zaman həmin hormon yüksək səviyyədə, dərin yuxuya girdiyimiz zaman yüksək səviyyədə ifraz olunur. Yəni əgər mən deyirəm ki, məsələn təklifimiz necədir? Keto. Yəni sizin üçün bugün başlanğıc vəziyyət ketodur. Yəni gündə 2 dəfə qidalanmaq, bir saat 1-də, bir axşam saat 5-də. Axşam saat 5-dən sonraki yemirsən, bitir. Yəni yeməyin bitirsən, elə bir qida qəbul edirsən ki, o qida səni tam olaraq doydurur. Bakteriyalar, bağırsaqlar sakit vəziyyətdə qalır, səni həyəcanlandırmır, siqnal vermir beyinə, səndən əlavə qida istəmir. Yalnız məsələn su ola bilər içəsən, nə bilim çay içəsən, belə şeylər orqanizm istəyər. Onun da tələbatını, yəni yediyin qidalara uyğun olur. Bəlkə məsələn içində duzlu və ya şor nəsə ola bilər, o səndən əlavə maye tələb edir, o başqa. Amma qida görürsən ki, istəmir orqanizm. Çünki doğru bizim dediyimiz qaydada ya, yəni mən necə deyirəmsə o cür. Öz bildiyiniz ki, bunu deyim, onda olmayacaq. Yəni sırf, bax, nə deyirəmsə elə. İstər dinləyin, istər dinləməyin, istəyirsiniz eləyin, istəyirsiniz eləməyin. Öz işinizdir. Özünüz bilərsiniz. Amma mən necə deyirəmsə o elədir. Bunun ikinci söhbəti yoxdur. Ya bunun ikinci adı yoxdur. Yox, burada mən çörəyi ağ yeməyəcəm, qara yeyəcəm, qara yeməyəcəm, nə bilim gedib rəngsazda onu rənglətdirəcəm, nə bilim fiyalatev eləcəm, yeyəcəm. Gedmir bunlar. İşləmir bunlar. Ay başınıza dönün. İşləmir də. Buna nə qədər demək olar ki, bu çörək işləmir, bu lavaş işləmir, bu qreçkası işləmir, bulguru işləmir, düyüsü işləmir, ən yüksək səviyyənin bağlısı olsun. İşləmir. Qoymur orqanizmi bunlar normal fəaliyyət eləsin. Onu uzaqlaşdırın, orqanizmi düzəldin, sonra müəyyən qədər, nə bilim, həftədə bir dəfə, 2 dəfə, hər gün çörək yeyərlər, hər gün düyü yeyərlər. Bir dəfə düyü yeyərsən, bir gün ət yeyərsən, ya ki bir gün balı yeyərsən. Hələ belə yedə heç olmaz. Yox, məcburdur bütün günü lavaşı itələməlidir içəri. Bütün günü çörəyin yarısını soxmalıdır içəri. Bu yağızıq mədə eləyə bilmir də, gücü çatmır. Səni başlayır sonra xəstələndirməyə. Keç ondan kənara da. Araşdırın, baxın, görün bu industriya nə vaxtdan insanları bu vəziyyətə salır. Bu nə qədər bunu demək olar? Deyirik də biz. Mən onu illərlə də deyirəm. İllərlə də deyirəm. Axır belə bir sənəcə gəlib o yerə çatıb ki, mən bunu artıq video şəklində, bu formada, bu formatda danışım, deyim ki, ay qardaşım, ay insan, ay bacı, ay nə bilim əzizimiz. Bunu biz keçmişik də, gözümüzün qabağında hər şey bilən adamlarıq da bu baxımdan. İşləmir o elə deyirlər biz. 100 dənə adam sizə desə işləməyəcək olar. Mümkün deyil. Açırlar TikTokda, otururlar, çıxırlar da qabağım. Görürəm də kimlər nə edir. Olmur olar, yığışdırmalısınız. Yığışdırın onu, çəkin qırağa, görün necə orqanizm düzəldəcək. Sonra hərdən birdən onun ləzzətini alarsınız, əgər siz onsuz qala bilmirsiniz. Mən ümumiyyətlə çörəyin nə olduğunu heç bilmirəm. Nə növdə çörək olur olsun. Gətirib tonla mən havaya onu qoysuna qalmamış, gəl biz bunu sənə hədiyyə eləyirik, qoy sənin olsun. Nə bilim, burada 100 minlik çörək qiymətinə bir şey var. İstəmirəm də onu. Onun yerində mənə zülal ver, ət ver. Toyuq əti ver, balıq əti ver, pendirimi ver, onu ver, bunu ver. Nədir bunu sən yapışmısan ki, bunsuz mən yaşaya bilmərəm. Elə şey var. İnsanın əlindədir. İnsan özü bunu eləyə bilir. Yolunu da biz sizə göstəririk. Əgər gələ bilirsinizsə, iradəniz demirsiniz, iradədən keçir. Yaxşı, iradəniz yoxdur, savadınız olsun. Düşüncəniz olsun, bizim sizə dediklərimizi anlayın, sizə nə danışırıq. Biz hələ belə sözlər danışırıq. Mən bəyəm küləkdən götürüb nəsə bir söz deyirəm burada. Kim nəyəsə bilmirsə, mənim dediklərimi araşdırsın. Əgər bir dənə səhv var olsa, gəlsin mənə üz-üzə otursun, danışaq. Bütün dediyim sözləri hamısına cavab deyəm. Bunları təsdiq ediblər. Mən sadəcə bunu tərcümə edirəm adam dilində, insan dilində, bizim dilimizdə sizlə danışıram. Bilmirlər də, gəlirlər, mən danışandan sonra mən yarım saat vaxtımı alır ayaq üstə, oturan yerdə və yaxud necəsə. Ondan sonra bunu yavaş-yavaş çatır ki, mən nə danışıram. Amma var da videolarım orada.
Bəs bunu ona görə çəkib sizin üçün göndərirəm ki, baxasınız artıq buna videolardan məlumatı toplayın, bəs eləməz deyə sizə. Həkim məsləhətindən tutmuş diyeta məsləhətinə hər bir şey var da bunun içində. Bir də əyani olaraq da mən özümü də sizə göstərirəm axı. Görün nə qədər mən danışa bilirəm rahat şəkildə. 17 gündür mən qida qəbul eləmirəm. Yalnız su içirəm. Yalnız su. Vso, bitti. Bu qədər. Tamamlamışam mən su ilə həyatımı 17 gün. Gör necə gedir. Hələ yenə də irəlidə sürəç var. Bunu görmək, yəni çox çətindir. Mənim nəyim sizdən artıqdır ki, məni eləyə bilmirəm, siz eləyə bilmirsiniz. Kökəlib, şişib, naboydan olurlar, başdan ayağa xəstəliydilər. Bayaqlar bir dostumu görürəm. Allah'ımıza and olsun, 48 yaşı var, məndən cəmisi 1 yaş böyüdür. Ürək əməliyyatı keçirir. 48 yaşında ürək əməliyyatı olar. Nə vaxt bunlar var idi? Sən nə gün özünü qoymusan ki, sən 48 yaşında gəlib ürək əməliyyatı eləsin. Ürək ən çox yaşayan orqanlardan biridir, yəni güclü orqanlardan biridir. Nə vəziyyətə gətirib qoyurlar onu? Qida ilə, siqaretlə bərabər bir yerdə kombinasiya olur, dağıdır tökür bütün damarları zadı. Amma ürək yenə işləyir, məcbur damara dəyişməlisən. Bəs bizim dediyimiz hamısı budur da. Bu faydaları biz ona görə hiss edirik ki, xəstə olub getməyin ora. Sən bundan sonra artıq 50 kimi yaşayacaqsan. O olmaz, bu olmaz, onu eləyəmərəm, bunu eləyəmərəm. Əlbəttə ki, ürək getdi də, yazıq. Ömrünü 15-20 il qısaltdın. Belə, əzizlərim, biraz emosiyalarla danışdım, bəzən bu lazım olur. Yəni bunu emosiya kimi də qəbul edin, lazımı sözlərdir və lazımı tonda da demək lazım olur. Təşəkkür edirəm mənə dəstək edənlərə. O qədər də çox deyir, yenə də sağ olsunlar, var olsunlar. Kim nə eləyibsə minnətdaram. Minnətdaram. Like edin, repost edin, təkrar paylaşım düyməsini basın. Sonra komentarı yazın, komentarları yəni nə qədər çox olsa yaxşıdır. Suallarınızı verin. Yəni bacardığım qədər video hazırlayıb sizin üçün burada yenə qoyacağam. Son günə qədər bunu tamamlayandan sonra. Ondan sonra canlılar olar, açarıq, danışarıq, söhbət eləyərik. Yola davam eləyərik inşallah. Sağ olun, gələn videoda görüşmək üzrə.